Hər vaxtınız xeyir. Rütubətli ilə bağlı bir məsələyə baxaq. Bakıda havanın temperaturu müsbət 30 dərəcə Selsi, nisbi rütubətli isə 80%-dir. 1 kub metr havanın doyması üçün 30 qram su buxarının tələb olunmasını nəzərə alaraq mütləq rütubətliliyi müəyyən edin. Burada sadəcə düsturla cavabı tapmaq mümkündür. Düsturumuz belə bir düsturumuz var. Nisbi rütubətlilik bərabərdir mütləq rütubətlilik bölünsün doyma həddi, yəni havanın doyma həddi vurulsun 100%. Və şərtə fikir versək, nisbi rütubətlilik 80% verilib. Gətirib yerinə qoyaq. 80% bərabərdir. Bizdən mütləq rütubətlilik soruşulur. Ona görə onu x olaraq qəbul edəsək, x bölünsün doyma həddi, yəni havanın doyma həddi 30 dərəcə temperaturda gərək hər kub metrə 30 qram su buxarı düşsün. Doyma həddi də 30 qramdır. Vurulsun 100%. Vurulsun 100%. Belə hesablayanda 30 80-ə vurulub 100-ə bölünəcək və mütləq rütubətliyi də 24 qram edəcəkdir. Doğru cavabımız D bəndi.